Çünkü bu güzel balaların şad gününde sizlerin arzuları onların hayatına kızıl harflerle yazılacak. Buyurun. Əziz tədbir iştirakçıları, hamınızı bu gözəl, müqəddəs tədbirdə salamlayıram. Bugün doğrudan da bizim için çok sevincli, çok fəxr dolu bir gündür. Bugün bizim şəhid qardaşımız Talıbov Təbriz Məhrəməlioğlu'nun gözəl balası hamımızın əzizi, Mələk kızımızın 7 yaşı tamam olur. Təbii ki, həm Mələk, həm də onun 5 yaşlı bacısı Kifayət bizim üçün eyni dərəcədə əzizdir. Onların hər ikisinə mən öz arzularımı ünvanlamaq istəyirəm. İlk növbədə arzu edirəm ki, onlar elə şəxsən öz atalarına layiq bir övlad kimi böyüsünlər. Çünki elə Talıbov Təbriz Məhrəməlioğlu kimi vətənpərvər övladlar bu ölkədə, bu vətəndə yetişsə, əminəm ki, hər bir problemin öhdəsindən biz